Bismillahirrahmanirrahim. Əmir el-Möminin Həzrəti Əleyhisselam ilk döyüşən, Allah yolunda canını verən şəxs olmuşdur. Bəli, Peyğəmbərin yerində yatan ilk şəxs kimdir? Quran-ı Kərimin Bəqərə surəsinə əsasən o şəxs Həzrəti Əli Əleyhisselamdır. Bəli, Bəqərə surəsinin 207-ci ayəsində Allah Teala buyurur ki, insanlar içərisində elələr də vardır ki, onlar öz canını Allaha satmışdır. Allahın razılığını qazanmaqdan ötürü. Bu ayənin təfsirində bütün müsəlman dünyası, əhl-i sünnə qardaşlarımız, o cümlədən əhl-i beyt imamlarımızın hədisləri var ki, canını Allah yolunda verən, Peyğəmbərin yerində yatan ilk şəxs Həzrəti Əli Əleyhisselam olmuşdur. Və digər bir hədislərdə də Peyğəmbərimiz Həzrət Əliyə xitabən belə buyurur: "Əntə əvvəlu mən amənə bi", sən mənə ilk iman gətirən şəxs sənsən, və əvvəlu mən cahadə mə'i, və mənimlə ilk cihad edən, mücahidə edən, vuruşan şəxs sənsən. Bəli, ilk Peyğəmbərlə, düşmənlərlə vuruşan, canını bu yolda qoyan Həzrəti Əli Əleyhisselamdır. O cümlədən digər bir kəlamda da Peyğəmbərimiz Həzrəti Əli Əleyhisselam haqqında belə buyurur: "Ya Əli, əntə əvvəlu mən amənə bi və saddəqəni", sən mənə ilk iman gətirən, məni təsdiq edən şəxs sənsən. "Və əvvəlu mən ə'anəni alə əmri və cahadə mə'ə əduvvi", mənim işimdə mənə ilk yardım edən şəxs, düşmənlərimlə vuruşan şəxs sənsən. Əmr ibn Əbdəvud Xəndək döyüşündə tullanıb bu tərəfə, xəndəyi keçib, müsəlmanlar hamısı qorxur, mübarizəyə bir kişi tələb eləyir. Bunu susturacaq ilk şəxs kimdir? Həzrət Əli. Peyğəmbər deyəndə bir nəfər çıxıb bunun cavabını versin, susturursun. İlk əli qalxan kimdir? Həzrət Əli. Bütün döyüşlərdə birinci sinəsini